Qurban? Ha. Qurbanla mən özüm danışarım. Ay gel kızım gel. Salam aleyküm. Vaxtında gelmişsən kızım. Yaxşı Şərif, mən də gedim. Sağ ol usta. Salam, əziz izləyicilər. Azərbaycan kinosunun unudulmaz rejissorlarından biri, çəkdiyi filmlərlə kino tariximizə öz adını qızıl hərflərlə yazdıran xalq artisti Rasim Ocaqovun həyatında elə hadisələr yaşanıb ki, onların çoxunu bugün də insanlar bilmir. Hazırsınızsa, başlayaq. Azərbaycan kinosunda silinməz iz qoyan, ekran dilini dəyişən, çəkdiyi filmlərlə milyonlarla tamaşaçının yaddaşında yaşayan böyük rejissor və operator, xalq artisti, SSR Dövlət Mükafatı laureatı Rasim Ocaqovun həyatından bəhs edəcəyik. Rasim Ocaqov 1933-cü il noyabrın 22-sində Şəki şəhərində anadan olub. Uşaqlıq illərində onun ən böyük arzusu geoloq olmaq idi. Lakin bir gün Bakıdan Şəkiyə film çəkmək üçün gələn yaradıcı heyəti görməsi həyatını tamamilə dəyişir. Məhz həmin gündən etibarən o taleyini kino ilə bağlamağa qərar verir. Orta məktəbi bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematografiya İnstitutunun operatorluq fakültəsinə daxil olur. 1956-cı ildə təhsilini uğurla başa vuraraq Bakıya qayıdır və Azərbaycan Film Kino Studiyasında fəaliyyətə başlayır. Əvvəlcə operator kimi çalışır və qısa müddətdə öz istedadını sübut edir. Onun operatoru olduğu filmlər arasında Azərbaycan kinosunda dönüş nöqtəsi hesab edilən Bir Cənub şəhərində filmi xüsusi yer tutur. Bu ekran əsərindəki görüntü həlləri bu gün də kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. 1968-ci ildə Mən ki gözəl deyildim filminin çəkilişləri zamanı baş verən güclü partlayış Rasim Ocaqovu da ağır yaralayır. O bir neçə ay xəstəxanada müalicə alır. Sağaldıqdan sonra isə həmin filmə qayıtmır. Çünki artıq qarşısına başqa məqsəd qoymuşdu: rejissor olmaq. Dəfələrlə kinostudiyanın rəhbərliyinə müraciət etsə də, uzun müddət ona rejissor kimi işləməyə icazə verilmir. Nəhayət 1974-cü ildə ilk rejissor işi olan Qatır Məmməd filmini çəkərək böyük kinoya rejissor kimi qədəm qoyur. Narahat olduğun üçün sağ ol komandir. Amma gəl şərti şumda kəsək. Mən bura bərri bəzəkli otaqda yatmağa gəlməmişəm. Oldu? Oldu Həbbə bacı. Buyurun. Silahlı çətin olacaq. Gərək bir şey fikirləşək. Bir adam var Göyüş kişi. Söz verib. Kimdir? Gəncə Revkomundandır. Səməd Cavadov. Ardınca ekranlaşdırdığı Tütək səsi Azərbaycan kinosuna tamamilə yeni nəfəs gətirir. Filmin emosional atmosferi, təbii aktyor oyunu və fərqli ekran dili tamaşaçıların böyük rəğbətini qazanır. 1977-ci ildə çəkdiyi Ad günü filmi isə onu bütün SSR-də tanıdır. Bu ekran əsəri 1980-ci ildə Berlində ADR televiziyasının xüsusi diplomuna layiq görülür və Rasim Ocaqovun beynəlxalq nüfuzunu daha da artırır. 1979-cu ildə çəkdiyi İstintaq filmi əvvəlcə Moskvanın Bədii Şurası tərəfindən efirə buraxılmaq istənilmir. Lakin Heydər Əliyevin müdaxiləsindən sonra film nümayiş olunur. Məhz bu ekran əsərinə görə Rasim Ocaqov SSR Dövlət Mükafatına layiq görülür. Sonrakı illərdə isə biri-birindən uğurlu filmlərə imza atır. Bağlı qapı, Park, Özgə ömür, Qətildən 7 gün sonra, Ölsəm bağışla, Təxminə, həm ziyarət, həm ticarət və rejissor kimi son işi olan Otel otağı bu gün də Azərbaycan kinosunun ən dəyərli ekran əsərləri sırasında yer alır. Yapdıq. Sayla niyə çıxırsan cəmaatın qabağına? Vərdiş eləmişəm. Oğlanı yoldan eylə, ay bəri bax, qızın şirin dilləri. Ay bəri bax, ay bəri bax, ay bəri bax. Mən yenə təkrar edirəm. Mənim heç kəsin ölməsindən, ya özünü öldürməsindən xəbərim yoxdur. Pulları Lebedinskə verib çıxıb get. Məni niyə gözləmədi? 3 il gözlədim səni. Mən sonra deyirəm, davadan sonra. Davadan sonra da gözlədim.
Hamı qayıtdı gəldi. Sağlamı da, şikəsti də bir səndən savayı. Adamı nə qədər gözləyərlər. Buraxmadılar məni. Rasim Ocaqov Svetlana Cavadova ilə ailə həyatı qurmuşdu. Onların xoşbəxt ailəsi vardı. Lakin illər keçdikcə səhhətində ciddi problemlər yaranmağa başlayır. Buna baxmayaraq, siqaretdən heç vaxt əl çəkmirdi. Hətta Təxminə filminin çəkilişləri zamanı infarkt keçirir. Reanimasiyada gözlərini açan kimi ilk istədiyi şey bir siqaret olur. Həkim ona siqaretin həyatına son qoya biləcəyini deyəndə isə Rasim Ocaqov tarixə düşən bu sözləri söylüyor. Əksinə, siqaret çəkməsəm öləcəyəm. Ölümümə bais olmayın. Bu sözlər onun siqaret asıllığının nə qədər güclü olduğunu göstərirdi. Gör necə sevərlərmiş bir vaxtlar Zaur. İndi gör sevgini nəyə döndərmişik. Məsələn sən. Mən keçən küçələrə su səpərsən ki toz olmasın. Bakıda bu mümkün deyil. Küçənin bu başına su səpənəcəm, Xəzri o biri başını təzədən tozla doldurar. Azərbaycan kinosuna ömrünü həsr edən, onlarla şah əsər ərsəyə gətirən böyük sənətkar Rasim Ocaqov 2006-cı ildə dünyasını dəyişdi. Amma onun çəkdiyi filmlər bugün də milyonlarla insan tərəfindən sevilir, yeni nəsillər tərəfindən maraqla izlənilir və Azərbaycan kinosunun qızıl fondunun ən qiymətli incilərindən biri hesab olunur. Bu səbəbdən də Rasim Ocaqovun adı Azərbaycan kino tarixində həmişə yaşayacaq. Əgər bu video sizin üçün maraqlı oldusa, videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və Azərbaycan kinosunun unudulmaz simaları haqqında hazırladığımız yeni videoları qaçırmamaq üçün Pərdə Arxası kanalına abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun. Biz çox yaxşı başa düşürük ki, özümüz heç nə eləməyib, yalnız Allahın və dostların köməyini gözləsək, gülməli olur. Bu barədə bizim Şəkidə lətifə də var. Ankara'da oturup Şuşanın şərəfini içirəm. Halbuki indi Şuşa uğrunda döyüşməli veya ölməliydim. Hay hay, səndən savaşçı çıxmaz dostum. Heç tüfənglə ateş etdin mi hayatında? Ay bacı səbr elə, yağış kəssin görək nə edir? Bəlkə bu yağış bir həftə kəsməyəcək, nə edeyim? Avalar şüşələri sel basıb, mən dahi üzə gedib sənin üçün pensiya gətirməyəcəm ki. Belə maşın yoxdur, yox. Qoca arvattır, neynəsin bəlkə müsibət? İndi bizim təqsirimiz nədir? Bəlkə bir ay yağacaq, onda neyniyək? Cənab Miller, mən zabitəm. Təəssüflə sizə bildirməliyəm ki, bugündən siz artıq keçmiş sabitsiz. Hərbi məhkəməyə verilməniz haqqındakı əmrə sabah səhər qol çəkiləcək.